Salam, hər vaxtınız xeyir olsun. Mən Aytaç müəllimə. Bugün sizlərin görüşünə Mircəlal Paşayevin Vətən Yaraları əsərinin obrazlarının təhlili ilə gəlmişəm. Bildiyiniz kimi, müəllimlərin işə qəbulu imtahanında, yəni sonuncu imtahanda bu mövzu ilə əlaqədar sual da düşmüşdü müdavimlərə. Ona görə də konkret olaraq Nəsrəddin və Lətif obrazlarının təhlilinə baxacağıq. Yəni əsərin bütün məqamlarını əhatə etməklə bu təhlili sizlərlə mən paylaşacağam. Dili və ədəbiyyat dərslərimizə qoşulmaq istəyənlər üçün qısa bir xatırlatma edim ki, qruplarımız hələ də aktivdir. 3-6-cı günlər ədəbiyyat dərsləridir. 4 və bazar günləri isə ana dil dərsləri keçilir. MİQ sertifikasiya tipində hazırlıqlarımız davam edir. Google Meet proqramı üzərindədir və hər kəs tək-tək sual cavab edilir. Ətraflı məlumat üçün 070 228 1197 nömrəsinə WhatsApp vasitəsilə yaza bilərsiniz. İndi isə keçək izahlara. Bu təhlildə mən təkcə obrazların müqayisəsini, onların xarakteristikasını, təhlilini nəzərdə tutmuşam. Yəni əsərin ümumi təhlilinə həsr etməmişəm. Gəlin baxaq, Nəsrəddin kim idi? Əskərin yaşıdıdır, yəni o yaralanan əskər ki var, əsərin əvvəlində göstərilir. Həmin əskərin yaşıdıdır, məktəb yoldaşıdır Nəsrəddin. Onları universitetdən, tələbəlikdən çağırmışdılar. Bu məqamlara da diqqət yetirin. Nəsrəddinin yaraşıqlı bir çantası var imiş, yəni əvvəlki dövrlərdən danışılır da sonra. Özü də qayışla belinə bağlayardı həmin çantasını. Bəzən onun çantasından tutub çəkişdirərdilər məktəb vaxtı uşaqlar. Dönmək istəyərdi ki, görsün ki, kimdir, bacarmazdı. Nəsrəddin komandirin köməkçisi idi artıq, yəni illər keçib, onlar artıq cəbhə xəttindədirlər və Nəsrəddin burada özünə hörmət qazanan bir insana çevrilmişdir və komandirin köməkçisidir. Komandir sirrini ona deyir, təhlükəli yerlərə onu özü ilə bərabər apararmış. Dostları əskəri görməyə gələndə əskər çadırının örtüsünün dalından ilk Nəsrəddini görmüş olur və burada əskər deməli otaqdaydı və tibb bacısı şərait yaratmırdı, yəni onun yanına gələnlərin görüşünə. Və buradan Nəsrəddin idi ki, deyən ki, keçək və biz tez də oradan çıxacağıq, yəni əskəri görməyə gəlmişik. Daha sonra isə otaqdan əskərin səsi gəlir ki, mən artıq oyanmışam. Yəni orada da ilk gördüyü elə Nəsrəddindir, çadırın arxasından. Nəsrəddin görüşə icazə verməyən tibb bacısına deyir, tez arxayın ol. Gedəcəyik, yəni biz tez gedəcəyik deyə qızı razı salmış olur otağa girmək üçün, çadıra girmək üçün. Çadıra girəndən sonra Nəsrəddin nə bacıya baxır, nə də onun sözünü eşidirdi. Əskərin alnından öpüb zəif əlini ovucunun içinə almış, illər kimi həsrətlə söhbətə başlamışdı. Deməli, əskərin alnından öpən burada Nəsrəddindir. Alın öpmə məsələsi də çox əsərlərdə var. Azadda görürük ki, əsərin sonunda alın öpmə məsələsi vardır. Sonra Vaqif dramında var və s. Nəsrəddin bir ədib kimi danışır, təsəlli verir, qovaq ağacı ilə müqayisələr edirdi. Deməli, əskərə yarası ilə bağlı təsəllilər verən də Nəsrəddin idi, ədib kimi danışırdı və s. Deməli, baxaq görək Nəsrəddin orada nə danışırdı. İnanıram, sən daha çox ağrı duyarsan. Həyatla dolu adamlara, bütün hissləri ilə mükəmməl həyat keçirən adamlara hər yara əzabdır. Sən yorulmuş qoca və yaxud da çox şeylərdən üzmüş bədbin deyilsən. Deməli, müqayisəsinə yer verilir indi. Deyir, qoca ağacların gövdəsini yarıb içində ocaq qalayırsan. Halına təvafut eləmir. Burada deməli, əskərin timsalında Nəsrəddin qoca və cavan ağacları birbiri ilə müqayisə edir. Və əskər də gənc idi. Cavan ağacın bərabəri idi əskərdə. Sağlam uca boylu qovaq ağaclarının gövdəsinə bir bıçaq vurulsa, o saat yaşardığını görərsən. Belə ağacların həyatı sağlam gənclərin həyatı kimi mükəmməldir. Əsl həyatdır, yəni deyir, sənin də həyatın belədir. Sən belə gənclərdənsən. Nəsrəddin bunları yaralı əskərə deyir çadırda. Ancaq onu da bil ki, bir neçə ay sonra qovaq ağacının bıçaq vurulan yerini möhkəmlənmiş, bərkimiş görərsən. Çünki gəncdir, tez sağalır da belə deyə, tez özünü bərpa edə bilir. Sağlıq olsa, sən həm müalicə olunacaq, həm də dincələcəksən. Həm də ki, diqqətli olun bu məqama, Lətif tamamlayır ki, vətənə gedəcəksən. Yəni, Nəsrəddinin sözünü Lətif tamamlamış olur burada. Nəsrəddinin tapşırıqları. Deməli, Nəsrəddin nə istəmişdi əskərdən? Bunlara da ayrıca xüsusi şəkildə baxırıq. Bizim evə get. Mənim yazı stolumun başında otur. Kitablarıma, kağızlarıma fikir ver. Deməli, yazı stolumun başında otur, evimizə get. Fikir ver, deyir. Gör qoyub gəldiyim kimidirmi? Yəni, mənim o kitablarım, dəftərlərim. Gör mənə kağız zad yazan, itirib axtaran olurmu? Küçəmizdən bir neçə dəfə o yana, bu yana keç. Küçələrinə getməyə də deməli istəyir əskərdən. Anamın sözünü, sorğusunu qulağında yaxşı saxla.
Səndən hər şeyi təfsilatı ilə soruşacağam. Deməli, anası ki, Nəsrəddinlə bağlı nə soruşur, nə danışır, onları deyir, yaxşı yadında saxla, mən onları səndən soruşacağam. Universitetə bilirəm, gedəcəksən. Deməli, Nəsrəddin əmin idi ki, bu oğlan əskər, yaralı əskər. Universitetə gedəcək. Uşaqlara bir-bir salam de. Bu gördüyün, deməli, gürültuları orada xatırla. Axı, onlar cəbhə xəttindədirlər, bombanın altındadılar. Və tələbə yoldaşlarına, uşaqlara salam göndərir Nəsrəddin. Yəqin mənim abunə vərəqim durur. Onu bir al deyir. Bax gör kitabxanaçı deyirmi ki, bu oğlan niyə kitab götürmür? Axı kitabxanada abunə vərəqi ilə kitablar götürürdük tələbə vaxtı. Get bizdə də 1-2 gün qal. Qoy anam da oğul səsi eşitsin. Yəqin hazırlıq görəcək. Deməli evlərinə gedib hətta orada qalmağı belə istəyir əskərdən. Anam deyir, heç olmasa oğul səsi eşitsin. Yəni bir növ Nəsrəddinin iyini bu əskərdən alsın, Nəsrəddinin anası. Nahardan sonra mənim tarımı al. Tar məsələsi Nəsrəddinə aiddir. Tozunu sil, bağrına bas. Bir çağırgah başla deyir. İnan ki, üstümə toz... İnan ki, deyir Nəsrəddin, 100 topdan güllə yaxsa da, mən burada o çağırgahın səsini eşidəcəyəm. Deməli, burada musiqi qabiliyyəti olan da Nəsrəddin idi. Tar məsələsi də çox əsərlərdə var. Qüşqıl əsərində, Xurşidbanı Natəvan və Qızılgül olmayaydı poeması. Diqqət yetirək indi. Əskər cəbhəyə qaydanda Nəsrəddinin 2 gün əvvəl yaralandığını, Səhra xəstəxanasına götürüldüyünü eşitmiş olur. Əskər ilk Nəsrəddini tapır. O isti bir xalat geymiş, həyətdə gəzinirdi. Yarası qolundan idi, yüngül idi. Deməli, Nəsrəddinin yarası yüngül idi, amma digərinin, Lətifin yarası biraz ağır idi, dərin yaraydı. Bütün əskər yoldaşları şəhərdən, yollardan, əkindən, məhsuldan suallar verirdilər. Əskərlər toplanır və yaralı əskər, hansı ki rayondan qayıtmışdı, analarının yanına getmişlər də, onların ətrafında başlayır söhbətlər etməyə, danışır. Nəsrəddin ikilikdə söhbət üçün əskəri kənara çəkdi. Deməli, Nəsrəddinin burada əskərdən soruşduqları ikilikdə baş verir. Digər yoldaşların yanında soruşulmur. Deyir, torpaq üstündə dirsəklənib oturdular, torpağın üstündə. Əskər gördüklərinin hamısını nağıl etdi. Axı, Nəsrəddin gedəndə demişdi, anamın dediklərini hər şey yadında saxla, səndən mən təfsilatı ilə soruşacağam bunları. Bıçağı çıxarıb bağlamanı açmaq istədi. Burada bağlamanı açmaq istəyən Nəsrəddin deyil, əskərdir. Nəsrəddin mane oldu. Qoymaram dedi. Deməli, burada Nəsrəddinin bir etirazı var. Lətifsiz açmayacaqsan. Nəsrəddin mane olur. Nəsrəddinin uca boylu Zabitəli rəsmi bir həkimi var idi. Buna görə də Nəsrəddin ondan icazə üçün xahiş etmək istəmirdi. Deməli, Nəsrəddin haqqında ümumiləşmiş məqamlara baxaq. Sədaqətli idi, yəni bağlamanı belə açmaq istəmir, lətifsiz. Vətənini, yurdunu, anasını, dostlarını çox sevirdi. Yaralansa da sağ qalır Nəsrəddin. Komandirin etimadını daim doğruldur. Musiqini sevər, tarifa etməyi bacararmış. Yaşadığı ev və anası üçün darıxırdı. Yarası ağır değildi. Diqqət. Bağlamanı ikilikdə açmağa razı olur fikri səhvdir. Çünki deyir ki, lətifsiz açmayacaqsan. Atası haqqında məlumat verilmir Nəsrəddinin. Ayağından yaralanmışdı fikri səhvdir. Çantasını indiyə qədər saxladığı haqqında məlumat yoxdur. Yəni, belə bir məqam yoxdur. Sadəcə çantası əskərin təkkəsində xatırlanmış olur. Abunə vərəqindən və kitabxanaçı ilə bağlı dediyi cümlədən məlum olur ki, kitabxanadan çox kitab götürürmüş. Yəni, bunu da biz tezis olaraq çıxarırıq həmin hissədən. Sovqat açılanda ağlayır fikri yanlışdır. Yəni, burada ağladığı məqama rast gəlmirik. İndi keçək Lətifə. Lətif də ikinci yoldaşdır əskərin. Əskər onu cəbhədə tanımışdı. Yəni, Nəsrəddini daha əvvəldən, Lətifi isə sonradan tanımışdı. Kölayır kəndindən idi və Mina arvadın oğludur Lətif. Atası çoxdan ölüb. Deməli, atası haqqında məlumatı alırıq biz. Amma Nəsrəddinin atası haqqında məlumat yoxdur. Anası kənddə nümayəndə idi. Qadınlar yığıncağında onu stol başında, ayaq üstə durub açarı mürəkkəb qabına döyən, sükutu istəyən görərdin. Yaraşmasa da həmişə sədrlik etmək istəyirdi. Deməli, müəllif ona bunu yaraşdırmırdı həm də. Lətif anasına oxşamırdı. Başı aşağı, üz yolu oğlandı. Deməli, təzadlı göstərilir burada. Bu məqam həm də var idi gələcək gün əsərində yeni gələn ərbabla oğlu arasındakı o münasibətli xarakter fərqində də özünü göstərirdi təzadlı məqamlar valideyn və övlad arasında. Yoldaşlarından 2 yaş kiçik idi. Deməli, Lətif Nəsrəddin və əskərdən, yaralı əskərdən 2 yaş kiçik imiş. Hər işə gedər, bəzən suyu, çörəyi də yoldaşları üçün hazırlayardı.
Yürüşlərdə, gecə istirahət əmri veriləndə bir də görərdin Lətif çəkməsinin dabanı ilə yeri döyür, o torpağı səngərdə döyürmüş və o torpağı hamarlayıb 3 adam üçün dırnaqarası yataq düzəldərdi. Yəni səngərdən əsgərlər üçün, yoldaşları üçün bir yataq düzəldərmiş. Lətif də Nəsrəddin kimi görüşə icazə verməyən tibb bacısını yola gətirməyə çalışır. Deyir ki, 2-3 dəqiqə, artıq yox. Yəni burada Lətifin də müəyyən qədər rolu var idi həmin hissədə. Nəsrəddin daha çox aktiv şəkildə danışır tibb bacısı ilə, amma Lətif də öz fikrini bildirir ki, tez çıxacağıq biz. Lətifin əsgərə tapşırıqları. Arvad eşitsə birbaş yanına gələcək, öz anasını nəzərdə tutur. Bu şəkli ver, deyinən ki, nigaran qalmasın. Deməli, şəklini burada göndərir anasına. Şəklini göndərən Lətifdir. Bacarsan bir bizim məktəbə dəy. Gör Ədil müəllim ordadırmı? Ədil müəllimi soruşur, yəni onu maraqlanır. Gör yenə dərslər qaydasındadırmı? Uşaqlarını yadına salırmı? Yəni Ədil bəy, Ədil müəllim, Lətifin müəllim olmuşdu və Lətif onun uşağı idi da, belə deyə bir şagirdi idi. Deyir ki, indi uşaqlarını yadına salırmı? Gedən kimdir, qalan kimdir? Mənim ünvanımı direktora, Ədil müəllimə ver. Ədil müəllim direktordur. Bəlkə məktub yazan oldu. Ünvanını çatdırmağını istəyən də Lətifdir. Kəndə gələndə Kövşənə, Dişli qaya tərəfə çıx. Baxın, toponimin adını yadda saxlayın. Dişli qaya tərəfə çıx deyir. Durna gözlü bulaqlardan ovucla, mənim əvəzimə iç. Bulaqdan su içməyi tapşırır. Yazdır. Baxın, yaz fəslidir həmin vaxt. Otur. Bir quşları dinlə. Gör onlar nə deyir. Dünyanın bu işləri onun mahnısına kar eləyir ya yox. Yaşıl yamacıdan dəstə tut. Deməli, gül bağlamağı, dəstə tutmağı deyir. Hətta güllərin adına qədər çəkir Lətif. Deyir, lalə, bənövşə, nərgiz, nanə, xətmi, nilufər, nə desən taparsan. Öz təbiətlərində burada vurğuluyur ki, bizim yəni güllərimizin arasında istədiyin gülü tapa bilərsən və onlardan dəstə bağla. Ax o yerlər, səcdəsinə düşmək, öpüb yalamaq, ürəyimi o torpağa daşa sürtmək istəyirəm. Baxın burada hətta səcdəsinə belə düşməyi istəyən, torpağın səcdəsinə qapılmaq istəyən Lətifdir. Öpübmək məsələsi Azada da aiddir, Azad hekayəsində və bir də gələcək gün əsərində Firiduna da aiddir. Onun da deyir gözlərindən damcı-damcı yaş tökülür. Firidunun əsərin əvvəlində göstərilirdi, gözlərindən torpağa yaş tökülür. Axı Təbrizə qayıtmışdı illərdən sonra. Diqqət yetiririk yenə. Döyüşdə ağır yaralanır. Həkimi Qiyaslı, deməli Qiyaslı Lətifin həkimidir. Yazırdı. Demişdim, elə də oldu. Döyüşçü ölməyəcəkdir. Deməli Lətif o qədər ağır yaralanır ki, onun yəni sağ qalmağı üçün ehtimal çox az imiş. Amma savadlı həkim Qiyaslı deyibmiş ki, yəni o ölməyəcəkdir. Və savadlı bir xətt yazırdı, göstərilir. O da təbii ki Qiyaslının xətti idi. Köks qəfəsinə 2 güllə, bir mina qəlpəsi dəymişdi. Yəni konkret olaraq göstərilir ki, ona nə olmuşdu? Ciyərinin başı zədələnmişdi. Ciyər məsələsi də Fəxrəddində keçirdi. Deyir ki, hərgah ciyərə dəyməmiş olsa, yəni sağ qalmağa ümid var. Əskəri görəndə sevincindən ağlayır. Deməli, sevincindən ağlayan Lətifdir. Əsl bağlamanı onun yanında qoyur və gedir. Deməli, bağlama bir neçə müddət bunlar açana qədər qalır Lətifin yanında. Lətifin sağalıb hissəyə qayıtmağı 2 ay yarım çəkir, 2 ay yarım. Bu müddətdə anaların bağlaması gah onun çarpayısının başında, gah təcili yardım arabasında, gah istehkamda qalırdı. Lakin açılmadı. İndi isə əsərlə bağlı başqa məqamlara diqqət yetirək. Deməli, əsər epik növdə yazılmışdır, hekayədir. İkinci Dünya müharibəsidir. Mövzusu İkinci Dünya müharibəsinə həsr olunmaqda bir çox əsərlərdə var. Elə Azad hekayəsində keçir. Yedigey İkinci Dünya müharibəsindən sağ-salamat qayıtmışdı. Talvar hekayəsində Əlabbas kişinin övladları bu müharibədən sağ qayıtmışdı və s. Yəni bir çox əsərlərdə İkinci Dünya müharibəsi məsələsi özünü göstərir. Yəni qısa göstərdim, inteqrasiya etdim. Müharibə insanları məhv etsə də ideyası onların qəlbindəki əziz xatirələri, müqəddəs hissləri məhv edə bilməz. Əziz xatirələri, müqəddəs hissləri qorumağa müharibə şəraitində daha çox ehtiyac vardır. İkinci Dünya müharibəsinin ən qızğın çağında qələmə alınan bu əsərdə geniş müharibə səhnələri verilməmişdir. Yəni biz sadəcə əskərlər və ən əsası da onların analarının keçirdiyi hisslərə şahid oluruq. Yəni bir əskərdən söhbət getmir də bu əsərdə. Həm də əskər anaları hansı emosiyaları yaşayırlar. Bax biz onu da görə bilirik. Burada sovqatlarını görürük anaların, ürəkdən hazırladıqları sovqatlar. Əsərdə bir-birinə zidd olan 2 aləm üzrə qoyulur. Dinc həyat və müharibə. Dinc həyat yalnız əskər xatirələrində mövcuddur. Yəni xatirələrdə bunları görmüş olurlar. Müharibə isə gerçək və amansızdır. Güman edirdim ki, bu atılan güllələrdən biri də mənəm. Əskərin dilindən deyilir. Bu gürultunu qoparan da mənəm.
Gündüzün boz və kəsif üfüqlərinə bir bayraq kimi açılıb örtülən alov mənəm. Deməli, əskər bunları düşünürdü. Dinc həyatın əziz xatirələri, müqəddəs hisslərin qorunması istəyi hekayənin əsas mahiyyətini təşkil etmiş olar. Deməli, əsərdən məlum olur ki, bu müharibədə Azərbaycanlı əskərlərin də iştiraki tarixi zərurət idi. Həmvətənlərimiz sülh naminə bəşəriyyəti böyük bəladan qorumaq məqsədi ilə canlarından keçməyə hazır olmuşdular. Əskərlərimiz doğma yurdda uzaq düşsələr də mübarizədə yüksək əzm və şücaət göstərmişdilər. Və düşmənlə mübarizədə əskərlərin ruh yüksəkliyinin, mənəvi keyfiyyətlərinin rolu çox böyükdür. Əsərdə anaya məhəbbət, 3 əskərin dostluğu ifadə edilmişdir. Dostların hər üçü vətəninə, ailəsinə dərindən bağlıdır, hər üçü. Əsərin deməli ekspozisiyası, süjet xəttinə baxaq. Ekspozisiyası nədir? Huşunu itirməkdə olan əskərin hiss və düşüncələri, zəif və zərif xəyalları, 2 ömrü düşünməsi, yəni 2 ömür deyir mənə, kaş ki veriləydi. Yəni onu qeyd edir. Zavyaska hissəsi, yəni düyün düşmə. Xəstənin 2 vəfalı dostu, onlar barədə tanışlıq, onların bitməyən istəkləri. Bunlar zavyaskanı təşkil edir. Kulminasiya. Hər tərəfində bir qayğı əli gəzən ev, əskərdən xəlvət bağlanan qutu, sovqat və cəbhəyə qayıdış arzusu. Bu da kulminasiyadır. Razvyaska artıq düyünlər burada açılmağa başlayır. Lətifin sağalmağına ümid. Nəsrəddinin təkidi, sevinç gözyaşları ən sonda və final, dostluğun bariz nümunəsi, əlcəklərdə anaların mehribanlıq istisi, dostluq sədaqətinin, birliyinin hərarəti. Hadisələr təhkiyəçinin yaralanma anının öz dilindən təsviri ilə başlayır. Yəni birinci şəxsin dilindən verilmiş olur. Necə ki Azad hekayəsində var idi bu məqam, necə ki Ana-bacı hekayəsində var idi və s. Anaların qoyduğu bağlamada deməli sovqatlar nə idi? Al buxara, kişmiş, fındıq, ordubad alması, ətirli sabun, adam bir cüt deməli adama deyir bir cüt toxunmuş əlcək var idi. Obrazlar haqqında. Hadisəni nəql edən obraz. Deməli əsas buna diqqət yetirək. Nəsrəddin və digərləri haqqında məlumat vermişəm əvvəldə. Əsərin əsas qəhrəmanı əskər obrazıdır. Hadisələr də onun dilindən söylənilir. Adı verilmir bu əskərin. Baxın, bu əskərin adı yoxdur. Verilmir yəni. Xəstəxanada olarkən əskər bura gəlmə səbəbini vurğulayaraq dinc həyatın, əziz xatirələrin qoruyucusu olduğunu deyir. Lətif və Nəsrəddin onun həmvətənləri, həm də döyüş yoldaşlarıdır. Həm kəndlisi deyilsə, amma yanlışdır. Məsələn, Lətif fərqli kənddən idi. Xəstəxanada gözünü açanda həyata qayıdış səbəbi, amalı axtarır. 2 ömür istəyir. Deyir ki, birinci ömür təcrübə ömür olsun, öyrənməyə sərf olunsun. Əgər imtahandan çıxa bilsə, ikinci həqiqi ömür verilsin ona. Keçmiş günləri, uşaqlıq xatirələrini, doğma torpaqla bağlı xatirələri xatırlayır və obraz ömrünün 100 gününün 99'unu deyir, yurdunda, torpağında yaşasa da yenə də doymayacağını bildirmiş olur. Onun üçün doğma torpaqla bağlı xatirələr daha şirindir. Xəstəxanadan ayrılandan sonra 7 gün yanına heç kimin girməyinə icazə vermirlər. Deməli 7 gün bu insanın yanına, yəni yaxınlardan heç kim girmirdi. Amma ümumilikdə təbii ki, tibb bacısıdır, həkimidir və digərləri girə bilir. Dostları ona təsəlli verərək deyir. Güllə yarasının əti bişirir, yəni tez bişirir. Güllə yarası tez sağalırmış. Tez sağalır. Anasının duasının da ona kömək edəcəyini, 10-15 günə ayağa qalxacağını bildirilmiş olurlar. Hospitalda müalicədən sonra sağalmaq üçün evə göndərilir. Yəni bir əskər üçün, cəbhədə qalan, ailədən, yurduyasından uzaq olan bir əskər üçün bu həm də yaxşı bir tərəf idi ki, o evinə gedir. Belə. Dostlarının vətəndəkilərə 10 illərə bərabər olan cəbhə həyatından xəbər göndərmək istədiyini anlayır. Doğma yurduna qayıdarkən sentyabr ayında olduğunu öz dilindən anlayırıq, yəni sentyabr ayında. Evə gəldikdə evdə təzəlik olub-olmadığını yoxlayır. Ana oğlunun şəklini stolun üstünə qoymuşdu. Şəkli deməli bu oğlanın stolun üstündəymiş. Əskər üçün sovqat hazırlayıb. Onun oxumağı üçün qəzet və jurnalları səliqə ilə şkafın bir gözünə ana yığmışdı. Anasının sözləri ilə iftixar hissi keçirən qəhrəman deyir. Bəşəriyyət hamısı anaların qəlbi ilə yaşasaydı, dünya başdan başa bir cənnət olardı. Bunların duyğusu, arzusu, xeyirxahlıq və mərhəmət dolu ürəkləri həmişə bizimlə, cəbhəçilərlədir. Bu müqəddəs qəlb sahiblərinin keşiyində durana zaval yoxdur. Deməli, bunu da düşünən əskərdir. Tez sağalmasının səbəbini vətənin suyunda, havasında, insanların qonaqpərvərliyində görür. Yəni tez sağalır buna görə. Onun cəbhəyə yenidən qayıdacağını eşidənlər ona aparması üçün sovqat bağlayıb gətirirlər. Hərbi hissəyə qaydanda onun rütbəsini böyütmək, yeni vəzifəyə göndərmək istəsələr də dostlarından ayrılmamaq üçün bunlardan imtina etmiş olur bu əskər.
Dostlarını tapmaq üçün xəstəxanaya gəldikdə, digər yoldaşlarının da şəhərdən, yollardan, əkindən, məhsuldan, bir sözlə vətənindən xəbər almağa çalışdığını deyir. Lətifi görmək üçün Nəsrəddinin həkimindən icazə almağı boynuna götürür. Bu da alınmır təbii ki. Amma həkimin icazə verdiyi saata qədər hospitalda qala bilməyəcəyi üçün Lətifin yanına tək getməli olur, yəni ilk dəfə. Onları qələbəyə götürəcək şeyin mehriban ana nəfəsi olduğunu demiş olur. Deməli, Nəsrəddin və Lətifin də təhlilini etmiş. Ana obrazına da diqqət yetirək. Deməli, cəbhəyə oğul yola salan ana obrazı yaradılmışdır burada. Təhkiyəçinin anası əməksevər, zəhmətkeş, qayğıkeş biridir. Oğlunun sanki gələcəyini hiss edirmiş kimi açarı həmişə gizlətdiyi yerə qoymuşdu. Və bildirir ki, oğlu soruşanda deyir, mən sanki elə hiss edirdim ki, sən yenə gələcəksən və açarı axtara bilərsən. Ona görə açarı mən həmin yerə qoymuşam. Hər zaman belə olub. Nəsrəddin və Lətifin anaları ilə sovqat hazırlayırlar və bir yerdə bir yeyib, bir içib, bir gəzib, bir vuruşmalarını tapşırırlar. Düşünürəm ki, bu izah da sizlər üçün faydalı oldu. Diqqətinizə görə təşəkkür edirəm. Belə izahların daha çox olmasını istəyirsinizsə, kanala abunə olub bəyənməyi unutmayın. Sizlərlə mən idim, Aytac müəllimə. Sağ olun.